ateistlərin böyük bir qürurla dilə gətirdiyi o məşhur cümlə ilə başlayaq. Fizika və biologiyanı bilsəydiniz, dinə inanmazdınız. Çox iddialı səslənir, elə deyilmi? Amma bu, elmin dərinliklərinə deyil, sadəcə səthinə bələd olanların ən böyük təsəllisidir. İndi gəlin arxasına sığındığınız o elmin gerçək üzü ilə birbaşa tanış olaq. Çıxış yolu axtarmayın, çünki elm o qapını çoxdan bağlayıb. Əvvəlcə fizika. Termodinamikanın ikinci qanunu bütün kainata şamil edilən qəti bir hökm verir. Entropiya daim artır. Yəni, qapalı sistemlərdə hər şey nizamdan xaosa, enerji itkisinə və ölümə doğru gedir. Əgər kainat ateistlərin iddia etdiyi kimi sonsuz və əzəli olsaydı, arxada qalan o sonsuz zaman kəsiyində enerji çoxdan tükənməli, kainat çoxdan istilik ölümünü yaşamalıydı. Amma kainat yaşayır və saat kimi işləyir. Bu isə fiziki cəhətdən yalnız bir anlama gəlir. Kainatın qəti bir başlanğıcı var və bu sistemi xaosdan nizamlayan mütləq bir iradə var. İndi isə böyük partlayışa, yəni zamanın sıfır nöqtəsinə baxaq. Məntiqin ən təməl qaydası olan səbəb-nəticə qanunu deyir ki, başlanğıcı olan hər şeyin bir səbəb olmalıdır. Kosmos, yəni maddə, məkan və zaman bir nöqtədə yoxluqdan var olubsa, onları var edən səbəb maddənin və zamanın içində ola bilməz. Yaradan, yaratdığı qanunlara tabe deyil. O, zamandan və məkandan mütləq şəkildə asılı olmayan bir gücdür. Təbiət qanunlarını yaradan gücə təbiət demək, rəssamı tablonun içindəki boyalarda axtarmaq qədər absurddur. Keçək riyaziyyata və sizin o məşhur təsadüf inancınıza. Kainatdakı həssas ayar. Oxford riyaziyyatçısı Roger Penrose, kainatın başlanğıcındakı bu cür qüsursuz nizamın təsadüfən yaranma ehtimalını hesablayıb. 10 üstü 123 ehtimalda 1. Bu rəqəm fəlsəfə deyil, təsadüf ehtimalı riyazi olaraq mütləq sıfırdır deməkdir. Gravitasiyada və ya elektromaqnit qüvvəsində milyardda birin, trilyonda biri qədər fərq olsaydı, kainat anında öz içinə çökər və ya heç bir atom formalaşmazdı. Həyatı çor təsadüfə bağlamaq elm yox, sadəcə çor-çoranə inaddır. Və ən nəhayət, o çox güvəndiyiniz biologiya. DNT sadəcə kimyəvi bir maddə deyil, kainatın ən mükəmməl informasiya kodudur. İnformasiya nəzəriyyəsi sarsılmaz bir faktı ortaya qoyur. Harda bir kod, bir proqram varsa, orada mütləq şuurlu bir proqramçı var. Təsadüfi kimyəvi reaksiyalar heç vaxt ensiklopediya həcmində mənalı və məqsədli bir genetik məlumat yaza bilməz. Nəticə çox dərindir. Fizika və biologiya bizə kainatın necə mükəmməl işlədiyini göstərir. Onun öz-özünə yarandığını deyil. Mükəmməl bir rəqəmsal kodu görüb, bu öz-özünü yazdı demək hansı məntiqəsi var? Ateizm elm deyil, sadəcə yaradıcıya qarşı qaldırılmış psixoloji bir inkar mexanizmidir. Elm isə artıq sözünü deyib, qanun varsa, qanun qoyucu qaçınılmazdır.